Salam uşaqlar, burada 6-cı suala baxın. MHM-in çox üzvlər, onların səthi və həcminə aiddir. Blok hazırlaşanlara xüsusən lazım olur. Deyir, teli verib, kubun telini verib, mənə deyir ki, çox qəribə bir şeylər istəyir məndən. Ona görə mən burada necə yazacağım? Baxın, birinci kubumu çəkeyim böyük şəkildə. Kubu birləşdirdim və mənə burada deyir. Teli verib 3/6, kubun təpəsindən, bu təpədən keçməyən diagonal. Gəlin bu təpədən keçməyən diagonalı çəkim və buradan bura qədər olan məsafəni istəyir məndən, eləmi? Buradan bura qədər AH məsafəsi deyim. AH məsafəsini kitablarda veribmi yoxsa bilmirəm. Düstur olaraqdan deyir ki, əgər kubda AH məsafəsini sən tapırsansa, diagonala qədər olan məsafəni tapırsansa, A/6 bölünmüş 3 düsturu ilə hesablaya bilərsən. Gəlin baxalım görək niyə? İsbatına baxalım. İsbatına görə mən adlandırıram. Buranı A, B, C, D deyə təpələri A1, B1, C1 və D1 deyə adlandırdım. Mən buradan bura qədər olan məsafəni tapmaq üçün gərək B1 ilə A-nı da birləşdirim ki, burada bir əlaqə düsturu olsun. Və kubun tərəfi kvadrat olduğuna görə tərəf A-dırsa, diagonal olacaq A/2. Düzdürmü? Bura oldu A/2. Kubun öz diagonalda tərəfin kökdə 3-üdür. A/3. Tərəfdə A-dır. Baxın, burada ki fiquru görürsünüzmü? Kırmızı qələm. Buradakı fiquru görürsünüz hər halda. Buradakı fiqur 3 perpendikulyar düsturudur. Baxın, yan tərəfdən çəkilib oturacağa doğru və buradan da, yəni 3 perpendikulyar düstursa bu təpə olacaq düz bucaq. Düz bucaqdırsa, düz bucaq təpəsini verib, baxın, tərəfləri verib A, B, C deyə. Biz bilirdik H bərabər A vur B böl C-yə. A-mızın yerində verib A/2, B-mizin yerində verib A deyə, C-mizin yerində verib A/3. Buradan H-ı tapanda, təpədən çəkilmiş hündürlüyüm, mən buradan təpədən çəkilmiş hündürlüyümdür. H-ı tapanda nə olacaq? A/2 vurulmuş A bölünmüş A/3. Buradan da alınır ki, o AH hündürlüyü nəyə bərabər olacaq? A-lar getdi, məxrəci rəsənalıqdan azad edəndə A/6 bölünmüş 3 olacaq. Misalda da bizim tilimizi 3/6 verib. Gətirib yerinə qoyuram. 3/6 vur kökdə 6 bölünmüş 3. Bu da verəcək bizə 6, yəni D variantı. Başqa bunu sahə düsturu ilə də getmək olardı. Sahə düsturuna əsasən deyərdik ki, bu isbat olundu yazaq buna. İsbat olundu. İkinci yolla da, ikinci isbatla da necə getmək olar? Biz bilirik ki, S üçbucaq, A, B1, D üçbucağı, A, B1, D üçbucağı nəyə bərabərdir? Hündürlük vur oturacağı, yəni B1D vurulmuş AH bölünmüş 2'ye. Buradan da AH-ı tapmaq istəyirəm də. AH bərabər olacaq nəyə? 2 S A1 AB1D üçbucaq AB1D bölünmüş B1D'yə. AH-ı tapdıq buradan. Mən bilirəm ki, bura A-dırsa, burada A/2-dirsə, sahəni tapanda S bərabər olacaq 2'də 1 AB1 vurulmuş AD'ye. Vurulmuş bir de onlar arasında bucağın sinusuna. Sinus alfa. Bu bucaqda 90 dərəcə olduğuna görə sinus 90'da 1 alacaq. 2'də 1 AB1'i verib A/2, AD'ni verib A. Bu olacaq A'nın kvadratı kök 2 bölünmüş 2. Aparıb yerinə qoyanda AH bərabər olacaq. A-nın kvadratı kökdə 2 bölünmüş 2 vurulmuş B1D'nin uzunluğu. B1D'nin uzunluğu da A kökdə 3 idi. Məxrəci rəsənalıqdan azad edəndə A-lardan biri gedir. Kök 2 bölünmüş 2 kökdə 3 A da sürətdə qaldı. Məxrəci rəsənalıqdan azad edəndə
kökdə 3'ə vururam. 2 vur 3 olacaq. Surətdə isə kökdə 6a olacaq. Yəni kökdə 6 bölünmüş. Kökdə 3'ə vurdum. Kökdə 3'ə vurdum. Burada nəyə baxdım? Kökdə 6a bölünmüş. Axı düsturumuz AH olacaq. A kökdə 2 vurulmuş A. Hə, burada uşaqlar S-in qarşısında 2 var idi. O 2'ni yazmağı unuttum. S axı 2 idi. 2S idi. 2 vurulmuşdu burada. 2 vurulmuşdu. 2 vurulmuş hesablayanda 2'lər gedir. Kökdə 6 bölünmüş 3A olacaq. Yine ikinci dəfə isbat edə bildik.